xoş gördük dəyərli Cəbhə TV izləyiciləri. Hal-hazırda biz Laçın rayonu ərazisindəyik. Burada yeni su anbarı qurulub. Biz siyasi partiyalarla birgə bura səfər eləmişik. Prezident Administrasiyası siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə ölkədə olan bütün siyasi partiyalar, o cümlədən siyasi şərhçilər, ekspertlər və bir qrup jurnalistlər, media rəhbərləri Laçın rayonuna səfərə gedirlər. Səfər çərçivəsində həm də bu gördüyünüz su anbarının tanışlıq həyata keçirilir. Və bugün böyük məmnuniyyət hissi ilə mən sizləri möhtərəm prezidentimizin adından burada bu gözəl, möhtəşəm mənzərənin önündə, Zabuqçay su anbarının önündə salamlayıram. Hamınıza bu gözəl məkana xoş gəlmisiniz deyirəm və böyük məmnuniyyətlə ilk öncə sözü Cənab Prezidentin səlahiyyətli region üzrə nümayəndəsi Məsim müəllimə təqdim edirəm. Daha sonra isə qarşınızda Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri və işçi komissiyanın sədri Etibar Məmmədova təqdim edəcəm. Məsim müəllim, buyurun. İlk öncə hamınıza salamlayıram, xoş gəlmisiniz deyirəm. Yəqin ki, Laçın rayonuna siz daxil olduğunuz vaxtdan elə demək olar ki, təxminən 1-2 kilometr irəliləmişsiniz. Yəqin ki, boy gördünüz ki, görülən işlərin miqyası nə boydadır. Hazırda biz dayandığımız nöqtədə deyə bilərik ki, bizim ətrafımızda 3 mega layihə həyata keçirilir. Biri o yol boyu üzrə Laçın və irəlidə Kəlbəcər istiqamətində gedən trassa yoludur. İkinci dayandığımız körpünün altındakı elə bu Zabuqçay su anbarıdır. Və üçüncü bizim önümüzdə həyata keçirilən Güləbir kəndinin tikintisidir. Yəni biz 3 layihənin O qarşıda tikilən Güləbir kəndidir. Bəli, Güləbir kəndi. Demək istəyirəm ki, ilk növbədə Laçın rayonu həqiqətən olduqca böyük ehtiyatlara malikdir. İlk növbədə su ehtiyatlarına və o məqsədlə biz gəlmişik ki, bu günləri Zabuqçay su anbarının layihəsi ilə tanış olaq. Layihə 2021-ci ildə başlamışdır və 26 milyon kub metr su ehtiyatlarına malikdir və əsasən bu suvarma üçün nəzərdə tutulmuşdur. Bundan əlavə indi biz qarşıda daha geniş məlumat verəcəyik. Laçında aparılan yenidən qurma və bərpa işləri barəsində, ümumiyyətlə bizim bundan əlavə nəzərdə tutulan investisiya layihələri barəsində danışacağıq. Siz bir var mətbuatdan, yaxud da televiziyadan gördüyünüz məlumatları daha real yerindəcə, gerçək görüb tanış ola biləcəksiniz. Etibar müəllimə istərdim ki, daha detallı layihə barəsində desin. Hörmətli Ədalət müəllim, hörmətli Məsim müəllim, hörmətli Tahir müəllim, hörmətli siyasi partiya rəhbərləri. İlk öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mixaylovun salamlarını sizə çatdırıram və sizi Laçın torpağında qarşılamaqdan məmnunluq hissi duyuram və qürur hissi duyuram. Həm Ədalət müəllim, həm də hörmətli Məsim müəllim hər ikisi anbarın yaranması ilə bağlı dedilər. Təbiidir ki, Laçın işğaldan azad olunandan sonra Laçın rayon ərazisində ilk belə möhtəşəm bir layihənin təməli qoyuldu. Təbiidir ki, möhtərəm cənab prezidentin təşəbbüsü ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilən tapşırıqlardan biri qayıdışdan sonra, yəni əhali geri dönüşü olan zaman kənd təsərrüfat təyinatlı torpaqların suvarılması ilə bağlı və eyni zamanda içməli su mənbəyi kimi anbarların planlanması və tikilməsi nəzərdə tutulurdu. Məhz bu üstündə dayandığımız su anbarı, Zabuqçay su anbarı, bayaq Məsim müəllim də çıxışında qeyd elədi ki, 26 milyon kub su tutarı olan bir ambardır. 615 metr bu ambarın belə uzunluğudur, 3,5 kilometr isə ambarın uzunluğudur. Ambarda yığılan, toplanan su vasitəsilə həm Laçının bir çox kəndləri, o cümlədən Qubadlı rayonu və Zəngilan rayonunda əkin dövriyyəsini buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur. Əgər ehtiyac duyularsa, Cəbrayıl rayonunun, Cəbrayıl şəhərinin və bir neçə qəsəbənin də buradan suvarılması mümkün ola bilir. Və nəzərinizə çatdırım ki, möhtərəm cənab prezident təkcə bu anbarla bağlı yox, eyni zamanda yaxın zamanlarda 91 milyon kub su tutarı olan anbarın hal-hazırda texniki iqtisadi
əsaslanması hazırlanır. Layihə ərəfəsindədir. Gələcəkdə həmin anbar da bu çay üzərində inşa olunacaq ki, anbardan həm Qubadlı, həm Zəngilan, həm Füzuli, həm Cəbrayıl, həm Ağdam şəhərinə qədər həm suvarma suyu və həm də içməli su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə də suyun nəql etdirilməsi layihənin bir tərkib hissəsidir. Təbiidir ki, dünyada gedən qlobal iqlim dəyişiklikləri su ehtiyatlarına ciddi təsir edir. Mətbuat işçiləri, siyasi partiya rəhbərləri bu prosesi təbiidir ki, dərindən izləyirlər. Eyni zamanda ölkəmizdə də gələcək nəsillərin və bugünkü insanların su qıtlığından əziyyət çəkməməsi üçün Dövlət Su Ehtiyatı Agentliyinin strateji planları hazırlanır. Böyük anbarlar təkcə Laçında yox, həm Füzulidə, həm Tərtər çayın üzərində, həm Qarqar çayın üzərində və digər çaylarda da bu tipli anbar planlaşdırılır. Həm içməli su mənbələri, həm də gələcək suvarma ilə, yəni kənd təsərrüfatı təyinat torpaqlarının suvarılması üçün kifayət qədər ciddi işlər aparılır ki, bu da gələcək nəsillərin də sudan əziyyət çəkməməsi üçün hesablanmış layihələrdir. Yəni qlobal iqlim dəyişiklikləri su ehtiyatlarına təsirlədiyinə görə də ölkəmizdə su ehtiyatlarının toplanması və su ehtiyatlarından səmərəli istifadə olunması prosesi gedir. Və məhz buna görə də 2020-ci ildə hörmətli cənab prezidentin sərəncamı ilə su komissiyası yaradıldı və o su komissiyası da həm sudan səmərəli istifadə və eyni zamanda su ehtiyatlarının toplanması ilə bağlı konkret strateji planlar hazırlayır. Bir daha burada sizin hamınızı görməkdən çox məmnunam, çox şadam. Həm də nəzərinizə çatdırım ki, mən burada doğulmuşam, Laçında böyümüşəm, Laçında orta məktəbi bitirmişəm və 30 ildən sonra bu ağla gəlməyən arzularımızı reallaşdıran cənab prezidentə bir daha təşəkkür etmək istəyirəm. Və sizlərin diqqətinizə çatdırıram ki, siz təxminən bir 20 dəqiqədən sonra Laçın şəhərində olacaqsınız və Laçın şəhəri qurulandan heç vaxt bu gözəllikdə olmuyor. Yəni bugün siz gedib onu bariz özünüz gözünüzlə görəcəksiniz ki, doğrudan da bəlkə də dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ona görə bir daha sizi salamlayıram, bir daha çox sağ olun ki, zəhmət çəkmisiniz, gəlmişsiniz. Ədalət müəllim sizə xüsusi təşəkkür edirəm ki, belə böyük bir heyətlə işğaldan azad olunan ərazilərdə möhtəşəm ilk tədbirinizi də su anbarından başladınız. Çünki su aydınlıqdır, yolunuz aydın olsun, həyatınız hər zaman işıqlı olsun. Var olun, çox sağ olun. Var müəllim, təşəkkür edirəm. Məsim müəllim, təşəkkür edirəm. Siz hələ biz davam edəcəyik. Amma bu ideyanın, bu ümumiyyətlə bütün bizim qələbələrimizin rəhmi cənab prezidentə bağlı olduğu kimi belə səfərlərin də ideya müəllifi möhtərəm prezidentimizdir. Bir Laçınlının dilindən də Laçın haqqında, Laçının bugünü haqqında belə sözləri yenidən qurulan, yenidən tikilən, yenidən həyat can verilən Laçın haqqında sözləri eşitmək doğrudan da xoşdur. Elə bilirəm ki, bizim hamımızı qarşıda təəccübləndirəcək, heyrətləndirəcək çoxlu gözəl, yadda qalan anlar görəcəyik, yaşayacağıq. Amma yol boyu deməli işğaldan azad olunmuş ərazilərdən keçdikcə içərilərə doğru, bura doğru gəldikcə yol boyu gördüyümüz körpülər, su qovşaqları, böyük su anbarları, elektrik su stansiyaları biz bir neçəsinin yanından keçdik. Dəmir yol xətti, bütün bunlar əlbəttə ki, yeniləşən, memarı möhtərəm prezidentimiz olan Yeni Azərbaycanın gələcəyə istiqamətlənmiş böyük yollarıdır, işıqlı yollarıdır. Bir daha hamınızla bu torpaqlarda xoş görüşmüşük. Yolumuzu davam edək. Çox sağ olun. Mən sonuncu dəfə Laçından 1989-cu ildə çıxmışam. Tamam başqa şəhər idi. İşıq problemi var idi, qaz problemi var idi. Hərçənd üzbəüzdəki ermənilərin işıqları parıldayırdı, qazları da var idi. Düz neçə il olmuş? 37 il olur təxminən, 36 ildir. Buradan çıxmışam və Laçına çox gəlmək istəyirdim. İşğaldan azad olunandan sonra nəhayət mənə bu nəsib oldu. Çox gözəldir, olduqca gözəldir və qəti əminəm ki, bundan sonra da indi müəyyən layihələr də var, onlar da həyata keçiriləcək və Laçın həm təbiətlə, onsuz da təbiətindən ən gözəl Azərbaycanın güşələrindən biridir. Amma ilə belə həm də mən inanıram ki, gözəl bir
turizm mərkəzinə də çevriləcək. Burada həyat qaynayacaq. İnsanlar bura can atacaq, burada yaşamağa, işləməyə və hər şey qaydasında olacaq. Laçın o kadar güzeldi ki sadece Laçını, bugünkü Laçını, bugün gördüğünüz Laçını Avrupa'nın o təsvir edilen, bize təqdim edilen dilbər güşəli kəndləri, qəsəbələri ki var. Onun üstün bir güzellik gördüm ben burada. Ben dünyanın qara qədər ülkəsində olmuşam. Yani bu mekandan yoktu ve çok güzel bir gündeyiz biz bugün. Çok sevinçli bir gündeyiz. Yıllar önce yatıp burada görmediğimiz bir durumdayız. Yani bu güzelliği, bu kuruculuk görmüşüm. Ben nereden fikirləşirəm, görəsən ermənilər bu sujetləri görüb xəcalət çəkirlər. Onlar 30 yıl burada ne iş gördülər. Ben indi bu kuruculuğu gördüm, çok xəcalət çəkirlər. Biz torpağın sahibi olduq, mekanın sahibi olduq. Biz bütün dünyayı göstərdik. Əməlimiz var, işimiz var. Sağ olsun. Müzəffər Başkanı, onun rəhbərliyi altında bu qələbələri qazanmışdır. Bu günü görürük. Şükürlər olsun. Dünya gözünden Laçının bu güzel günlerini görmek kısmet oldu. 30 yıla yakın həsrətini çəkmiş, miskilini çəkmiş, davasını aparmışıq. Savaşarak almışıq. Bunlar bizimdir və əminəm ki, Azərbaycan onun xalqı əbədiyyən bu torpaqlarda hökm fərma olacaq. Və buranı işğal eləmiş o tayfa ise heç zaman bir daha Azərbaycanın Qarabağ bölgesine gələ bilməyəcək. Bəlkə turist kimi gələcək. Bəlkə hər zamansa, amma burada gəlib yaşayıb buraya sahiblənmək şansları bir daha olmayacaq. Herkes təbrik edirəm və istəyən, arzulayan hər kəsə qismət edir. Prezident Administrasiyasının siyasi partiyalarla iş üzrə şöbəsinin rəhbərliyinin təşkilatçılığı ilə siyasi partiyalar, siyasi şərhçilər, jurnalistlər, media nümayəndələrinin iştirakçılığı ilə birlikdə bugün Laçın şəhərində olduq. İlk dəfə torpaqlarımızın işğalından azad olunandan sonra daha doğrusu biz Laçın şəhərinə gəldik və çox böyük qürur hiss edirəm. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm və buradan hər kəsə Azərbaycan millətinə, Azərbaycan dövlətinə bu birlik üçün təşəkkür edirəm və inanıram ki, gələcəkdə bizim bütün torpaqlarımız işğaldan azad olunacaq və buna görə də Azərbaycanın belə deyək də müzəffər ordusuna başda Ali Baş Komandan olmaqla və Azərbaycan dövləti müxalifətin iqtidarlı hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu bizim borcumuz idi və biz bu borcun öhdəsindən məsuliyyətlə gəldiyimizi düşünürəm. Təşəkkür edirəm. Təbii ki, çox qarışıq hissləri yaşayırıq. Bir tərəfdən gözəl təbiətimizin qoynunda, necə deyərlər, xoş hisslər yaşamaqla bərabər eyni zamanda qürur verici bir hisslərimizin də olduğunu mütləq deməliyik. Bilirik ki, 44 günlük vətən müharibəsində Azərbaycan diplomatiyasının, ordusunun əzəmətini biz görmüş olduq və elə Laçın da daxil olmaqla bu cür gözəl torpaqlarımız ermənilərin işğalı altından azad olundu. Hesab edirəm ki, bu səfər də burada gördüklərimizdə inkişafa yüksək mənada şahid olmağımız da həmin prosesin bir təntənəsidir. Eyni zamanda təbii ki, bu təntənənin əsas motivlərindən də biri siyasi dialoq mühitinin eyni zamanda burada bir növ tərənnüm olunmasıdır. Təbii ki, bu prosesin içərisində də yer almaq olduqca xoşdur və qürurlu. Bugünkü səfər çox möhtəşəm bir səfər oldu. Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil olunan bu səfərin mahiyyəti Laçında görülən son işlərlə ictimai-siyasi mühitin, ictimai-siyasi arenada olan insanların tanış olması, bunun ictimaiyyətə çatdırılması idi. Və doğrudan da biz Laçında çox möhtəşəm bir görülən işlərin, abadlıq işlərinin şahidi olduq. Onu da qeyd eləyək ki, Laçın ümumiyyətlə Azərbaycanın ən müqəddəs torpaqlarından biri idi. Laçın şəhəri doğrudan da füsunkardır, gözəldir və bu şəhər uğrunda mübarizə aparmağa da dəyərmiş ki, biz illərlə bunun mübarizəsini apardıq və nəhayət Laçın bu günləri bizimdir. Çox fəxr edirik və sevinirik. Bu bizim sevincli anlarımızdır və bu fikirlərimizi, düşüncələrimizin hamısı biz yavaş-yavaş gün keçdikcə ölkəliyik ki, insanlarımız, cəmiyyətimiz də bunlarla tanış olsun. Laçınla mən
İndi elə bax şəkil çəkərkən xatirə yadıma düşdü. Burada qonaq olmuşam işğaldan öncə bir tələbə yoldaşımı. Binalardan oxşatdım və yerli əhalidən soruşdum ki, bu həmən ərazidirmi və eyni zamanda da gördüyüm binaların çoxu dağıdılıb. Amma indi arxitektur bir belə deyək, yadda qalan bir formada saxlamaq istəyirlər, çox gözəl. Laçın ümumiyyətlə Qarabağın ən gözəl güşələrindən biri. Qarabağ özü gözəldir, amma Laçın həmişə fərqli olub, daha yüksəklikdə, daha gözəl. Və bugünkü Laçınla 30 il əvvəlki Laçını müqayisə edəndə bugün daha gözəldir. Çünki o dövrlərdə evlər daha belə deyək, çoxdan tikilmiş, primitiv idisə düzdür, həyat daha çox qaylıdır. Amma indiki binalar baxırıq tikilən evlərə, layihələrin yeni tərtibatına və görür ki, daha gözəldir. Mən elə hesab edirəm ki, qürur duymalıyıq ki, Laçınımız daha da gözəlləşir və eyni zamanda bu torpaqlarda azad gəzə bilərik. Bunu bizə bəxş edən Azərbaycan ordusuna, Ali Baş Komandana təbii ki, hamımız təşəkkür edirik. Şükürlər olsun ki, Laçındayıq. Əslində qalanda mən ilk dəfə Laçına gəlirəm və çox şad oldum ki, mən Laçını belə gördüm. Çünki Laçında həqiqətən də yenidən qurma və barpa işləri çox sürətlə gedib və çox gözəl bir şəhər, çox gözəl bir Laçın yenidən yaranılıb. Hamımız bilirik ki, erməni vandalları buranı dağıtılma etmişlər. Həm burada yaşayan müddəti, həm də ki, buradan tərk edəndə dağıtma etmişlər. Və bizim gördüyümüz, şahid olduğumuz Laçın tamamilə başqa bir Laçındır və burada görülən işlərin miqyası demək olar ki, o qədər qürur vericidir ki, bütün millətimiz, xalqımız bu hadisədə təbii ki, hamısı qürur duyur. Bu işləri görən, əslə qalanlar birincisi bu torpağı vətəni təzədən bizə qaytaran şəhidlərimizi Allah rəhmət eləsin. Allah qazilərimizin canını sağ eləsin və möhtərəm prezidentimizə təşəkkür edirəm ki, belə bir xoşbəxtlik təzədən bizim millətimizə yaşatır. Laçını işğaldan azad edildikdən sonra bu formada inkişaf etmiş, abadlaşdırılmış, qurulmuş, yenidən qurulmuş görmək hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir. Açıq demək mümkündürsə, mən Laçında təkcə abadlıq, quruculuq, yenidən qurma işləri yox, həm də Azərbaycan diplomatiyasının böyük uğurunu görürəm. Bilirsiniz, Laçın müharibədən sonra Azərbaycan Respublikasının prezidentinin apardığı uğurlu siyasət nəticəsində içsiz əldə olunan şəhərdir, rayondur. Laçına baxıb da fəxrlənməmək, iftixar hissi duymamaq sadəcə mümkün deyil. İnşallah Allahın izni ilə abadlıq və quruculuq işlərinin qısa zamanda tamamlanacağı ilə bağlı aldığımız məlumatlar da təbii ki, sevindirici məlumatlardandır. Allahın izni ilə bütün Laçınlıların gözü aydın. İnşallah Laçın rayonunun əhalisi Laçına köçdükdən sonra digər vətəndaşlarımızın da gəlib bu doğma diyarı, bu canlı cənnəti görməyə dəvət edirəm və əminəm ki, hər bir Azərbaycanlı mənim bu gün, bu dəqiqə sözlə ifadə edə bilmədiyim hisslərin nə olduğunu bura gəldikdən sonra anlayacaqdır. Təşəkkür edirəm. Göründüyü kimi Laçınla bağlı xeyli ətraflı məlumatlar aldıq. Laçınla sizi tanış eləməyə çalışdıq. Mən özüm də Laçın rayonundayam. İnşallah şərait yaranandan mən də qayıdıb gələcəm öz doğma vətənimə. Hələlik sizi isə Laçının bu gözəl mənzərələri ilə baş-başa buraxıram. Sağ olun.